Abi heyran salam. Necəsən? Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu ve ala ibadillahi salihin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin ala lanetullahi ve alel gavmiz zalimin. Elhamdülillah. Subhanallah. Necəsən axı? Keyfe haluka Nurlan kardeş? Ante Nurlan el-Akid. Şükran. Her şey Allah'a şükür. Bizi niye soruşmursan? Bizi niye soruşmursan? Bizi. Ben soruştum necəsən abi heyran dedim. Necəsən? Elhamdülillahi ala kulli hal. Ne var ne yok. Rüstem deyəsən çox yordu səni. Rüstem abiyle həzz aldım. Həqiqətən mən sədiyəm Mümtəz gəl belə danışaq da. Rüstem abi doğrudan çox zitnə getmədi. Çox zitnə getmədi. Mən sədiyəm ki, Rüstemin dediyi sözləri mən sənə debat aparsaydım, eyləməsən edərdim. Amma mən səninlə daha konkret və qısa danışardım əslində. Yəni Rüstem sadəcə səhti yanaşdı. Mən sadəcə konkret ayələrə istinad edib, sadəcə birbaşa Quranla kitabdan ayələrə dəlil, sabit dəlillər istəyərdim ayələ. Amma sən... İndi biz debat edirik, birinci bunu təyin eləyək. Demək ki, bizim debatımız başlayacaq inşallah əqidədən, Şiə əqidəsindən. Mən gündüz sənə sual verdim ki, Mümtəz, sən Şiə əqidəsinin hansı fiqi cərəyanındasan, hansı fiqi qolundasan, sən mənə dedin ki, axşam bunu sənə deyəcəm. Düzdürmü? Bax, gözəl qardaş. Əvvəla debat edirik ya yox, birinci bunu təyin edirik. Edirik debat. Problem yoxdur. Əhsən. O zaman zəhmət olmasa siz öz əqidənizi qısa müqəddimə şəkildə bizə bildirin. Mövzumuz nə olacaq onu bildirin. Sonra mən bildirim, mən əqidəmi bildirim, əqidəmin müqəddiməsini bildirim. Hər kəs şahid olsun. Sizin əqidəniz nədir, əsaslarınız nədir, detalınız, təfsilatınız nədir bildirin. Birinci hətta siz başlayın. 5 dəqiqə, 5 dəqiqə. Buyurun. Bismillahirrahmanirrahim. Buyurun. Bismillahirrahmanirrahim. Deməli, mən heç bir məhzəbi qəbul etmədən yalnız Qurana istinad edən və Quran ayələri ilə doğru yolu özündə hidayət etmiş tapan bir insanam. Əvvəlim yəni Şiə olsa da, sonradan Şiədə bəzi nöqsanları gördüyüm halda Şiəlikdən üz çevirmiş və düzgün istiqaməti yalnız Quran ayələri ilə yola çıxmaqda görən bir insanam. Heç bir məhzəbin üzvü deyiləm, heç bir məhzəbə etiqadım yoxdur. Məhzəb qəbul etmirəm, hədislərdən və rəvayətlərdən uzaq şəxsəm. Bu qədər. Mənim yolum, əqidəm, mövqeyim bundan ibarətdir. Qısa və lakonik. Aydındır. Zəhmət olmasa siz də çatınıza diqqət edin. Moderatorumuz var. Mən moderatorlarıma öncədən xəbərdarlıq etmişəm. Yəni hər hansı bir təhqir olarsa sizə qarşı və ya da sizin izləyicinize qarşı demişəm birbaşa bloka və səssiz atın. Hə, bizdə də eyni qayda olsun. Çox xahiş edirəm. Çünki mən ümumiyyətlə üzr istəyirəm, müntəzir bir dənə qardaşımın söz deyim. Həqiqətən debat olsun və ya da diskusiya olsun, fikir mübahiləsi olsun, hər nə olur olsun, mən bunu yalnız və yalnız ədəb çərçivəsində və əxlaq çərçivəsində keçirilməsinin tərəfdarıyam. Bəli, həmd olsun aləmlərə olan Allaha. Biz də ikimiz də müsəlman deyirik, özümüzdə ikimiz də bir kitabı oxuyuruq, ikimizin də bir kitabı etiqadı var. Ona görə də ən əsası, yəni birinci növbədə bir-birimizə hörmət və xətir olmalıdır. 100%, 100%. Çox üzr istəyirəm. Mən bir dənə şey var, qeyd edeyim. Sonra başlayaq sizlə mövzumuza. Məzhəblər batildir. Deməli belə. Əslində qısa müqəddimə olaraq əqidəmizi bildirmiş oldunuz. O zaman sıra bizdədir. Bismillahirrahmanirrahim. Və salatu və selamu alə seyyidina Muhammedin və alihi tahirin alə lanetullahi və aləl qavmiz zalimin. Biz Allahın göndərdiyi sonuncu haqq din olan İslam dininə mənsub müsəlmanlarıq. Bizim məzhəbimiz Şiə məzhəbidir. Fiqh məktəbimiz Cəfəri məktəbidir. Biz İmam Cəfər Sadiq əleyhissalamın fiqh məktəbinə müraciət eləyərək özümüzün fiqhi məsələlərimiz üzərində isnadlar eləyirik və öz fiqhi məsələlərimiz üzərində Əhl-i-Beyt əleyhimussalamın fiqh məktəbinə müraciət edirik. Əqidəmiz ilkin mərhələdə təqlidi batil hesab edir. Bizim əqidəmizə görə ümumiyyətlə əqidə məsələsində təqlid batildir. Çünki əqidə məsələsi kiminsə bir şəxslərin fikirlərinin üzərində qurula bilməz. Şəxslərin fikirləri üzərində qurula bilinməyəcəyinə görə əqidədə təqlid birmənalı olaraq batildir. Hansı ki bu əqidə hər hansısa bir şəxsin fikrinə görə formalaşsa, artıq onun Allahına ibadət etmiş, onun inandığı peyğəmbərə inanıb etiqad etmiş, onun etiqad etdiyi məada etiqad etmiş olursan. Və buna görə də əslində bizə görə əqidə, yəni əqaid bəhsində təqlid birmənalı olaraq haramdır. Amma mənim ilkin mərhələdə biz əqidə bəhsi üzərində metodoloji olaraq biz sizə durub təfsilatının şiəliyi nə olduğunu deməyəcəm. Niyə? Çünki siz
Mənim əvvəlim şiyyədir deyirsiniz və eyni anda da məzhəblər batildir deyirsiniz. Əvvəla mən təəssüf eləyirəm. Niyə? Çünki siz şiyyəlikdən çıxış edərək şiyyəliyi batil hesab edib bütün məzhəblər batildir deyirsiniz. Siz əhl-i sünnənin məzhəb olaraq məktəbini yəqin ki bilirsiniz onda. Yəni ya araşdırmısınız ya da ümumiyyətlə xəbəriniz yoxdur. Əgər xəbəriniz yoxdursa bu daha pisdir. Çünki araşdırıb sonra o pisdir və ya batildir deyə bilərsiniz. Araşdırmamısınızsa bu ümumiyyətlə vapşı araşdırmısınızsa bu barədə danışa bilərik. Amma mənim ondan daha şiddətli məsələm şiə əqidəsi ilə bağlıdır. Ümumiyyətlə siz əvvəl biz şiə olduğunu deyib və şiə əqidəsinin nə olduğunu bildiyinizi deyirsiniz. Düzdür qardaş? Əhsən. Şiənin tövhidində rübubiyyətlə üluhiyyət tövhidinin arasındakı fərq nədir? Bir dəqiqə. Fərq yox. Buyurun. Məsələ buradan başlamır. Əqidədə məsələ buradan başlamır. Cəfəri məzhəbində ilkin müctehidləri qəbul etmək mütləq vacibdir. Təqəlla olaraq təqlid etmək Cəfəri məzhəbində mütləq qəbul edilmiş ən birinci önəmli məsələdir. Çünki Şiə məzhəbinin bütün üsulu və fiqhi risalələr üzərindən oxunmaq şərti ilə hər hansı bir müctehidlərə istinad olunur. Bu bir. Belə bir qayda qanun var. Qardaş, xəta bir. Birincisi bu ilkin məsələ deyil. Xahiş edirəm, bir dəqiqə. Yox, bir dəqiqə. Qardaş, səhv danışırsınız axı. Yox, səhv danışmıram. Mən səhvimi Qardaş, bu birinci məsələ. Mən əqidədən danışdım. Əqidədə Şiə əqidəsindən danışırıq, qardaşım. Şiə əqidəsindən. Əqidədə, əqaid bəhsində təqlid var, qardaş. Əqaid bəhsində təqlid var, bəli. Çünki sən rükunları və Şiə öyrənirsən. Əqidə olaraq üsulu və firunu hardan öyrənirsən? Qardaş, sual verirəm sənə. Firu nədir? Üsuliddində təqlid var. Hardan öyrənirsən? Üsuliddini Qurandan, hədisdən. Başa düşdüm, yox. Üsuliddini Qurandan. Bəs firunu, fiqhləri hardan öyrənirsən? Əqidə üsuliddindir də, qardaş. Qardaşım, bax, üsuliddini qoydum qırağa. Əqidə. Üsuliddini neyir? Allah bu dini üsuliddin üzərində göndər. Əzim, sənin üsulda istinad elədiyin mənbə Qurandır. Deyirsən, düzdür? İlkin mərhələ Qurandır, ilkin mərhələ. Quran və hədislərdir. Hədislər Quran hədislər, bəli, əhl-i beyt. Birincisi hədislərə istinad etmək Qurana ziddir. Qələm surəsi 37-ci Bu ayrı məsələdir, qardaş. Ayrı məsələ deyil. Yox, bir dəqiqə. Qardaş, mən indi səninlə bunun bəhsini edək, yoxsa qulaq az dəqiqə. Kökündən başlamalıyıq. Müntəzir kökündən başlamalıyıq. Biz mövzu təyin edirik ki, əqidə bəhs edək, yoxsa biz Quranı, yəni Qurandan sonraki mənbələrə ehtiyac varmı bəhsini edək? Biz nəyin bəhsini edək? Müntəzir. اضحك محمد اضحك اضحك عبد الله اضحك اضحك يلعن اضحك Müntəzir, əzim, səbirli ol. Quran-ı Kərimdə hədislərə istinad eləmək, Qələm surəsi 37-ci ayə. Ay qardaş, bizim bəhsimiz bu deyil. Hədisi qoy qırağa. Hədisi qoy qırağa. Sən nə danışırsan? Sən hədisi mən sənin keyfə görə qırağa niyə qoy? Hədisi qoyacaqsan qırağa. Sən nə danışırsan ay qardaş? Qardaş, hədisi qoyacaqsan qırağa. Allah Quran-ı Kərimin özündə Quranı hədis adlandırır. Ay qardaşım, Qələm 37-də deyir ki, onların başqa bir kitabı mı var ki, oxusunlar hədis. Bildim, bax biz bunun bəhsini edək, yoxsa Şiə qardaş, mən də səndən hədisi qoyacaqsan qırağa danışacağıq usulda. Bax, birincisi sən məni bu çərçivəyə salan mərsəni mənim əqidəm bəlli. Qardaş, sən zaten çərçivədəsən. Çünki sən kimlərsə istinad edirsən. Qardaş, sözümü kəsmə. Sən zaten çərçivədəsən. Çünki sən kimlərsə istinad edirsən. Qardaş, hədisi qoy qırağa. Sənin anlamadığın budur. Bax, sən bu şeyi, qardaş, sən xətribə dəyməsin. Sən bilmədiyin şeydən danışırsan. Müntəzir, məsumiyyətə gətirən məsələni, dayan görürüm. Qardaş, sən bilmədiyin şeydən danışırsan. Qardaş, mənə fiqhi hardan öyrəndiyini açıqla. Qardaş, fiqh nədir? Biz əqidədən danışmırıq. Şiə əqidəsinin fiqhini mənə açıqla. Şiə əqidəsinin fiqhini mənə açıqla. Qardaş, bir əqidə danışsan, bir dənə qulaq əqidə danışsan. Şiə əqidəsinin fiqhini açıqla. Qulaq as mənə dostum. Birincisi, Üsuliddin nədir, Firuddin nədir? Deyirsən Üsuliddin, Firuddin. Birincisi, Üsuliddində təqlid batildir. Sən deyirsən Üsuliddində təqlid var. Birincisi, sən yalan danışırsan. İslamda ümumiyyətlə nəinki əhl-i sünnə, əhl-i şiədə, ümumiyyətlə əhl-i sünnədə belə əqaid bəhsində təqlid haramdır. Birbaşa haramdır. Əqaid bəhsi ümumiyyətlə bilirsiniz siz nədir? Qardaşım, gəbər edək, Üsuliddin. Bilirsiniz nədir əqaid bəhsi? Qardaş, bilirsiniz nədir əqaid bəhsi? Deyirəm də sizə də açıqlayıram da. Əqaid bəhsi, qardaş, bilirəm ya yox denən də, açıqla qardaş, bilirəm, gəl sənə üsulu açıqlayım. Əgər bilirsən. Qardaş, bir dəqiqə, gəl sənə üsulu açıqlayım da. Açıqlayım sənə üsulu. Mənə üsulu açıqlamayın. Deyirəm ki, mən onun məktəbini oxumuşam. Sən mənə nəyə açıqlayırsan? Əcəb eləmişsən, qardaş. İndi deyəndə bir dəqiqə, mənə nəyə açıqlayırsan? Nübüvvəti ikiyə bölürsün. Ay qardaş, sənin izah eləməyə çalışırsan. Əqaid bəhsi var. Niyə qaçırsan? Sualdan niyə qaçırsan? Bu nə üsuldur? Məsələ
Mənə sən sual vermirsən sən. Qardaş, Sən sənə heç sual bilmirsən verirəm ki. Firuddin nədir, Ay Sunnəddin qardaşım, nədir. Əzizim, Burada biz gözəl insan, əgər gözəl fikri insan. müraciət Şiə əqidəsində, bəhsini bax dediysə qardaşım, fik mənim sahəm deyil. Şiə əqidəsi Mən tək fik üsuldan- sahəsindən Oo. alimi var. Çağırın bura sizi burada didikləsin. Qardaşım, Şiə əqidəsi tək üsuldan Balıq ətini ibarət didiləyən deyil. kimi. Qardaşım, Mənim düzdür, nəyimə Şiə əqidəsi lazımdır? tək üsuldan ibarət Ay deyil. qardaş, bax, qulaq as. Gəl belə qayda qoyaq birinci. Qulaq as mənə. 5 dəqiqə sən, 5 dəqiqə mən. Qayda budur. Razısan? Gəl suallarımı verim sənə. Qeyd Yox, edərsən, razısan ya yox, qardaş, bir dəqiqə. Argumentlərimi göstərərsən. Qardaş, razısan? Qardaş, mən razıyam. İstədim gəl Bəs suallarımı yox, verim başlayıram, sənə. bax. Qardaş, Birincisi, gəl qəbul elə, birinci mən qardaş. başlayım sualı. Birinci mən başlayım Bax, sualı. suala başla nə deyir qardaş? Bir diyanı hələ bir debat. Sən debat eləməmsən qardaş birdən ki. Bir diyan da. Mən Bir təzə diyan. başlamışam yayınlara. Mən debat Hiss eləməmişəm. eləyirəm elə bunu. Qardaş bir diyan da bir debatın müəyyən bir mərifəti var. Manipulyasiya eləməyin mənə burada. Konkret mənə suallar Səni manipulyasiya eləmirəm. Sən burada Suallara elə ehtiyac yoxdur. Qısalaq Qardaş sən bax bildim qardaş həyəcanlanmaq lazım deyil. Mən həyəcanlı deyil, mən həyəcanlı deyiləm. Birinci nəzərimə çatdırım ki bu danışığın kaydı paylaşılacaq. İkinci nəzər paylaşılsın. İkinci nəzərimə çatdırım ki qardaş mən ən başda bax burada qeyd eləmişəm hətta. Sizə göstərə də bilərəm. Yazmışam ki sən başda demisən ki mən əvvəl şiə olmuşam. Əvvəli şiə, sonra bütün əqidə və məzhəbləri inkar edib batil hesab edirlər. Mənə şiənin əqaid bəhsini izah elə. Bax, şiə əqidəsi, üsul və Əqidə yox, əqaid. Əqaidi qoydu qardaş, mən əqidə söhbət edirəm səndən. Əqaid. Qardaş, mən səndən əqidə söhbət edirəm. Əqaid dinin əsasıdır. Bizim əqidənin əsası əqaiddir. İzah et. Qardaş, şiə əqaidinə görə 12 imamçılıq, nübüvvət, tövhiddə birinci la ilahə illallah, sonra nübüvvət və sonra imamət əsas şərtdir. İmaməti, bir daha qulaq as. Nübüvvəti 2 hissəyə bölüb. Qulaq as. Sən nə danışırsan? Qardaşım, şiə əqaidə nübüvvəti 2 hissəyə bölüb, ümumi və xüsusi nübüvvətə bölür. Qardaş yalan danışsan, belə şey yox. Qulaq as. Sən oxumamısan. İmaməti xüsusi Harda nübüvvətə oxumusan? Mən də bax, mən də bütün şiənin Yaqub külliyatı Usul var. Kahve kitabından. Bir dəqiqə, hansı dil neçə? Yadında qalmır. Mən çoxdan oxumuşam. Bir 12-13 il bundan. Qardaş bir dəqiqə, yox, belə olmaz. Oxumuşam. Mən deyirəm, mən 12-13 il bundan qabaq şiə olmuşam. Amma mən səhərəm ki, şiə əqidəsi tək usuldan ibarətdir və bunun filosu da var. Fikri var. Bunun fikrini mənə açıqlayacaqsan, qardaşım. Şiə əqidəsinin fikrini mənə açıqlayacaqsan. Kimlərə istinad edirsiniz fikdə? Hökmləri kimlərin sayı ilə götürürsünüz? Hardan alırsınız? Bunu mənə açıqlayacaqsan. Tamam, bax, qulaq as, Üsul-i Kafinin 6 cildi də buradadır. Birinci cildində orada masanın üstünə qoymuşam. Bu da Rəvdətül Kafidir. Hansıdır denə? Bilmirəm, yadında çıxmır. Yəni dəqiq xatırlamıram. Mən deyirəm ki, 13-14 il bundan qabaq şiə olmuşam. Yaxşı, əqaid bəhsini 3 hissəyə böldün. La ilahe illallah, nübüvvət, imamət. Yox, belə deyil. Qardaş, mən dedim ki, əqaid hissəsini mən dedim, 3 hissəyə bölmədim. Hə, neçə hissəyə böldün? Qardaş, üsulda, şiə üsulunda əqaid əslində la ilahə illallah, tövhid, nübüvvət, məsəl Nübüvvət. mülkər, təbərrə və təvəlladan ibarətdir. Help me! Help me! Eynən İslamın usulu kimi. Tamam, yaxşı, bax, tamam, yaxşı. Əmr bil məruf, nəhyəz mülkər. Yaxşı, başa düşdüm. Eynən belə. Bir daha Əvvəla imamət. aləmi qatmısan bir-birinə. Amma bu dediyi isbat elə. Harda gəlir bu dediyi? Qardaş, mən sənə konkret sual verirəm. Mən istəyirəm Bu dediyin harda gəlir? Bu dediyin harda gəlir? Bax, bütün şiə külliyatı buradadır. Müntəzir, manipulyasiya eləmə. Mən sənə deyirəm ki, sənə konkret fikdən sual verirəm. Şiə əqidəsinin fikrinə kimə təqlid edirsən? Deyirsən təqlidin batildir. Hardan öyrənirsən? Əvvəldən demisən ki, mövqeyi birdən demisən ki, bizim əqidələr Aydos, qardaş, Nurlan, bir dəqiqə. Sən sual verdim ki, əqaid nədir? Deyirsən tövhid, nübüvvət, imamət, əmr bil məruf, nəhyəz mülkər. Düzdür? Şiələrə görə üsulla bulardır, bəli. Şiələrə görə üsulla bulardır. Tamam. Şiəyə görə üsul buradadır. Bir dənə mənbə dinlə mənə. Qardaş, mən belə yaddan çıxartmışam. Mən deyirəm, unutmuşam bunu. 12-13 bundan. Sən yalan danışırsan. Mən amma sənə sual verirəm ki, bax qardaşım, sənə sual verirəm ki, sən günü bu gündə firuda, fiqdə, üsulda kimə istinad eləyirsən? Bax, kimə istinad eləyirsən? Onu mənə açıqla. Deyirsən Quran-ı Kərimə. Quran-ı Kərimdə istinad edin, namazı mənə göstərə biləcəksən? Göstərə bilməyəcəksən. Rükət sayını göstərə biləcəksən, göstərə bilməyəcəksən. Qüsulu göstərə biləcəksən, göstərə bilməyəcəksən. Nəyi göstərə biləcəksən mənə Quran-ı Kərimdə? Nəyə istinad edirsən və hardansa bu fikri hökmləri? Kimə istinad edirsən? Müctəhidə deyirsən, müctəhidə təqlidi batil hesab edirsən. Ay dost, ay Kimə istinad edirsən? Qardaş, bunu mənə açıqla. Hə, bitirdim. Bax, birincisi, sən
bizim məsələmiz fikri müzakirədirsə, problem deyil. Üsulumu o qayda ilə tutaram. Amma məsələ nədir? Baxın, diqqət edin ay cəmaət. İşte. Şeyx Seyid Mürtəza Rəsail əsərində deyir ki, Üsuliddində təqlid etmək caiz deyildir. Çünki Firuddində şəri hökmlərdə təqlid yalnız ona görə caiz olmuşdur ki, təqlid edən şəxs bunun çirkin bir iş olmasından amandadır. Yəni fətva soruşmaqdan. O isə buna Üsuliddini bilməsi səbəbilə əmin olar. Çünki üsul ona istifta, alimdən hökm soruşmağa icazə etmişdir və o da əvvəldən üsulun buna dəlalət etdiyini bildiyi üçün bunun düzgünlüyünü qəti şəkildə inanır. Lakin Üsuliddində elə bir təqlid mümkün deyildir ki, insan onun düzgünlüyünə qəti əmin olsun və bunda çirkinlik olmadığından arxayın olsun. Çünki Firuddində olduğu kimi ona arxasında buna dəlalət edən başqa bir əsas yoxdur. Buna görə də insan üsulun doğruluğunu və ya bir dənə bitirim də qardaş, dayan. Doğru, mən bunu sənin üçün danışmıram ama bu arada. Xətrivə dəyməsin, dinləyin kütləyi üçün danışıram. Çünki sən zaten bilmirsən ki, mən nə danışıram. Doğru olduğunu ya ümumi şəkildə ya da təfsilatı ilə bilməlidir. Bu Seyid Xoyi isə İstihad və Təqlid kitabında yazır. Artıq məlum oldu ki, təqlid əməl məqamından başqasının fətvasına əsaslanmaqdır. Onun vacibliyinin səbəbi isə daha əvvəl dediyimiz kimi mənim bayaq vurğuladım ki, ağlın mümkün cəzadan, yəni əzabdan qorunmağın vacibliyinə hökm etməsidir. Bu isə yəqin və etiqad tələb olunan məsələlərlə mümkün deyildir. Məsələn, tövhid, nübüvvət, məad kimi Üsuliddin məsələlərində. Siz indi gəlirəm sizin dediyiniz Üsuliddin məsələsinə. Əvvəla, sizin dediyiniz Üsuliddin, la ilahe illallah, nübüvvət, imamət, nəhyəz münkar, əmri bil məruf. Birincisi qardaş, xahiş edirəm, bizim bu Azərbaycanlıların problemi nədir? Niyə bilmədiyin şeydən danışırsan? Denən ki, bilmirəm, canım tutarsın. Bitirim də. Yox, ben sən ya səsini bağlayacağım, sən mənim sözümü kəssin, bir şey olmaz. Bax, birincisi, bilmirəm, bitsin getsin. Niyə bilmədiyin şeydən danışırsan? Birincisi, bütün şiə mütəkəllimləri, qədimləri, yeniləri, müasirləri, hər birinin yekdil rəyi, Üsuliddin, Üsul-i məzhəb ümumilikdə 5'dir. 1. Tövhid, 2. Ədil, 3. Nübüvvət, 4. İmamət, 5. Məad. Bu Üsuliddindir, dinin əsası. Gəlirəm digərə, Firuddin. Firuddin 10'dur. Oruz, namaz, zəkat, xums, həc, cihad, əmr-i biməruf, nəhyəz münkər, təvəlla, təbərra. Bu isə Firuddindir. Siz Firuddinin içindən müəyyən əməlləri götürüb Üsuliddinə soxub. Bizə necə təyin edirsiniz? Bu qay, sən ümumiyyətlə şiə olmamısan. Olmusan necə qardaş? Cahili cühəlaya, cəhli mürəkkəb olan o mollaların dilindən eşitdiyin şiə olmusan. Sən ümumiyyətlə şiənin əqidəsindən anlayışın yoxdur. Sənin, yəni xətrivət dəysə dəyməsə də bu debat ünsurudur deyirəm. Yəni bil, gedib oxumaq istəyirsənsə də birincisi, Üsul-i Kəfidə, Üsuliddin babından bizə sənin dediyi mənə ispat et. Mən burada, orada gördüyün bütün kitablarımı kamera açıq vəziyyətdə Kafidən mənə iminli, dediyi nə dedin? Tövhid, nübüvvət, imamət, əmr-i biməruf, nəhyəz münkar. Bu 5 dənəni Üsul-i Kəfidən mənə göstər. Mən o kitabların hamısını burada yandırıram. Amma göstərə bilməyəcəyivə əminəm. Niyə əminəm? Çünki Üsuliddin nədir, Firuddin nədir? Sən bunları bilmirsən. İndi sənə sual. Bax. Mən sənin qardaş Üsuliddin, Firuddin məsələsi ilə bağlı sual verdim. Üsuliddin nədir? Sən dedin indi Firu məsələsi ilə bağlı. Mən sual verirsən ki, siz fikri məktəb olaraq hara müraciət edirsiniz, müctəhidi qəbul edirsinizmi ya yox? Bunun da yol açdığı məsələni bilirəm. Gətirəsən uşağın sürtmək məsələsinə qədər. Mən indi tez bu məsələlərin hamısını qoyuram. Birincisi, fikri məktəb. Qardaş bir dəqiqə. Bax, birincisi, əvvəla danışdığından bir şey, mən heç də qeyd eləmədim, açıq edirəm. Amma sənə bir şey deyim. Maide surəsinin 6-cı ayəsində Allah bizə dəstəmazında qüsulu da izah eləyir. Əgər bilmək istəyirsənsə. Xəbərimiz olmadığı o Qurani deyirsiniz özünüzə. Amma xəbərimiz olmadığı Quranda Allah onu izah eləyir. Girib oxuya bilərsiniz. Danışmaq üçün danışmaq lazım deyil. Qardaş, dəqiq naslarla, konkret mənbələrlə danışmaq lazımdır. İndi əqidəvizi, bax öz əqidəvizi zəhmət olmasa bizə necə ki şiənin batıl olduğunu deyirsiniz. Düzdür qardaş. Mənə öz mövqeyinizdən necə ki Qurandan çıxarış edirsiniz və Qurandan kənara getmirsiniz. Yəni hədisə, tarixə, təfsilata, təfsirə müraciət etmirsiniz. Quranın özünə birbaşa müraciət eləyərək tövhidi, ədli,
nübüvvəti, imaməti və məhəd anlayışı. Bizim əqidəmiz budur. Bunun batil olduğunu ispat elə. Deməli, birinci başlayaq qardaş, nübüvvətdən, yəni peyğəmbərlik məqamından. Şiə əqidəsinə görə peyğəmbərlik iki yerə bölünür. Xüsusi nübüvvət və ümumi nübüvvət. Xüsusi nübüvvətdə yalnız Muhammed sallallahu aleyhi və səlləmi qəbul edirsiniz, digər qalan bütün peyğəmbərləri ümumi nübüvvətə aid edirsiniz və o cümlədən imamət məqamını, imaməti xüsusi nübüvvətdən məqamca aşağı, ümumi nübüvvətdən yüksək hesab edirsiniz. Dəlil. Dəlil hədislərimiz. Bir dənə mənbə denən. Bihar-ül Ənvarda var hədislərimiz. Denən, açıram PDF-ini. Əli Əleyhisselamın məsəl üçün, Əli Əleyhisselamın Adəmdən, Nuhdan, Qardaş, mənə dəlil gətir ki, şiə əqidəsi, nübüvvəti iki hissəyə bölür, dəlil. Oxumamısınız bunu? Dəlil gətir də qardaş. Mən oxumuşam. Bax, mən sizə bir dəqiqə baxın. Qardaş, məndə bütün şiə külliyyatı var. Bax, mənə hansı kitabı desən, əlim çatır. Mənə haranı desən, Azərbaycan dilinə tərcümə olunmamış, ərəb dilində, fars dilində, türk dilində, qədim ibrit dilində, rus dilində, ingilis dilində, alman dilində, çin dilində, hər kitaba şiə külliyyatında əlim çatır. Mənə mənbə denən. Harda şiə əqidəsi, peyğəmbərliyi iki hissəyə bölür. Buyur. Bir saniyə. A few moments later. Gözləyirəm. Siz idiniz Rüstəmə deyən ki, müntəziri çox sıxma. Rüstəm zaten səni sıxdı. Sən Rüstəmə nə cavab verə bildin ki, bəyəm? Yaxşı qardaş, xahiş edirəm. Mən bəyən Bir dəqiqə. Bir saniyə qardaş. Kəlamında nübüvvət iki hissəyə. Necə? Səsi bağla. Mahnının səsini bağla. Mahnının səsini bağla Mərkənin. Mahnı deyil, mərsiyyət. Şiə alimlər deyirlər ki, insan ağlı vacibdir. Bir dəqiqə. Qardaş, mən deyin də, hardan oxuyursunuz? Deyin gedim oxuyum, kitab niyə əziyyət çəkirsən? Mənbə ChatGPT. Mənbələri axtarım sadəcə, Google-dan onun üçün. Ha, yaxşı axtar. Yox, Google-dan axtarım. Axtar qardaş, axtar. Şiə klassik İslamçılar Əl-İqsa kitabında, Şeyx Əl-Tusidə bir. Hansı kitabda? Tövfik nübüvvət imamət mövzularında var. Deməli, Şeyx Əl-Tusidə bir. Babül Hadi Əşarda, Əllamə Hilliyin kitabında. Bizə dəqiqə qardaş, uzatma. Bax, Əl-Babı Hadi Əşər deyirsən, düzdür. Əqaid İmamiyyədə, Əl-Qafidə, Muhammed İbn Yaqub Əl-Kuleyni Şiə hədislərinin əsas mənbələrindən biridir. Bihar-ül Ənvarda, bu Qurani dəlillərdə var. Bu nübüvvətin işə bölünməsinə aid olan mənbələrdir. Tamam. Açıb oxuya bilərsən sən bu tapşırıqları. Bir dənə qulaq as. Tusidə var, Əllamə Hillidə var, Yaqub Kuleynidə var, Bihar-ül Ənvar, Əllamə Məclisidə var, Bihar-ül Ənvarda var. Açıb oxuya bilərsiniz. Qəbul etdim bunu. Tamam. Yo. Birincisi bu mənbə demək deyil. Məsəl üçün mənbə nədir? Yaqub Kuleyni deyirəm, hamısını. Qardaş, bir dəqiqə. Ay qardaş, bir dəqiqə. Yaqub Kuleyni dediyin Üsul-ü Kafi 6 cilt bayaq sənə göstərdiyim 7-ci də Rəvdətül Kafi. Mənbənin harasında kitabın görməmsən bəyəm. Qardaş, kitablarda var ki, sən mənə tamam da mənbə denən qardaş. Hansı səhifə neçə, cild neçə? Denən gedim götürüm. Məndə dediyin o kitabların hamısı var. Səhifə, cild, yerinə denən. Əl-İhticaz deyirsən. Hardadır Şeyx Tusinin Əl-İhticazında? Səhifə neçə? Bu qədər alimin kitabını çəkim. Deyir, haradadır bunlar. Ay qardaş, alimlərin adını çəkməyə nə var? Yazmış sonra şiə alimlər adlarını çəkirsən. Mən nəyimə lazım? Mənə mənbə denən. Konkret kitab, səhifə. Deməli, Əqaid-ül İmamiyyədə PDF formatda səhifə 50-dən 75 arası. Oxuya bilərsən. Babül Hadi Əşarda səhifə 70-dən 120 civarı arası. Əl-İqtisadda təxminən səhifə 130-dan 250 arası. Əl-Qafidə deməli, birinci cibdə olur, birinci cibdə. Bihar-ül Ənvarda 23 və 27-ci cibdlərdə çox işlənir. Baxa bilərsən. Bu da mənbələr. Bu da mənbələr. İndi mənə bir dənə Qurandan dəlil gətirəcəksən ki, imamət nübüvvətdən üstün məqamdır. Bunu gətirəcəksən mənə və 12 imamın Quranda ayə ilə sabitlənməsini mənə göstərəcəksən. 12 imamın Quran-Kərimdə ayə ilə mənə sabitlənməsini göstərəcəksən və məsum imama nəhayətində təqlidin vacib olduğunu mənə Quran-Kərimdən ayələrlə isbat edəcəksən. اضحك محمد اضحك 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 عبد الله اضحك اضحك اضحك
Əgər bacarırsansa buyur gözləyirəm. Qardaş, bizə dəqiqə gözlə. Hələ bu prosesi Götürmə məsələsi deyil qardaşım. Vilayət fəqih məqamının kimə bağlandığını mənə ayə ilə göstərəcəksən dəlillərdən və o cümlədən fikri məsələlərdə hədislərə əsaslanmadan, tarixə əsaslanmadan Quran-Kərimdə namaz deməli hüccətlərini ay cəmaət, göstərəcəksən. ey canlımızda olan insanlar, bu qardaşın elədiyi hazırda debatda əxlaqsızlıq ünsuru sayılır. Bu sənin şəxsiyyətinə aid deyil ha bu. Debat əxlaqsızlığı. Niyə səbəb? Mən dəlil istəyirəm də səndən. Birincisi qardaş, 7 milyon 335 dənə sual verib və sənin dediyin şeyin üstündə cəmaət 1400 illik məktəb qurub. Mən oturub sənə burada 5 dəqiqəlik PK-da durub onu izləmirəm. Əzizim, məktəbin başını Birincisi, bıraxıb. qardaş, bir dəqiqə, birincisi, bax, əqaidül, bax, ay qardaş, bir dəqiqə. Bir dəqiqə. Kitabın adı nədir? Əqaidül İmamiyyə. Səhifə neçə? Deməli, Əqaidül İmamiyyədə səhifəni göstərib burada səhifə 50 ilə 75 arası olur. Ümumi nübüvvət, xüsusi nübüvvət, ismət və məsumluq mövzusu. İmam Mehdi Əleyhisselam barəsində etiqadı bildirir, Rəcət barədə etiqadı bildirir. Səhifə neçəyə qədər? Səhifə 50 və 75 arası. Bu təqiyyə Ümumi bəhsidir. nübüvvət, xüsusi nübüvvət məsələsi, bəli. Əhl-i Beytin Əleyhisselamın şişələrinə ədəb əxlaq tövsiyələridir. 75-ə qədər duaya Bəli, dair 50, etiqad. 75 arası. Mən belə göstərir, bəli. Duaya dair etiqad. Mənə adiyyət yoxdur qardaş. Açıb dediyi isbat edib sonra. Səhvə-i Səccadiyyədəki dua bu İmam Səccadın kitabına aid etiqaddır. Açıram. Qəbirləri ziyarət barədə etiqad 75-ə qədər. Qardaşım, səhifə 50 və 75 arası. Bu da 75 qardaş. 50 və 75 arasında belə bir şey yoxdur. Xüsusi və ümumi nübüvvətdən danışır burada. Mən belə O göstərir. ekrana qardaş. Kitab mənim əlimdədir, deyirəm yoxdur. Bunu saat çəpədə baxmışam qardaşım mən. Saat çəpədə də baxmışam. Mən yazdım mənbələri Əqaidül İmamiyyə bölmə, ümumi nübüvvət, xüsusi nübüvvət, ismət məsumluq, ərəb PDF-lərdə adətən səhifə 50-75 arası olur. Nurlan qardaş, ekrana qoyun da. Bir dəqiqə qardaşım. Mən bu sadəcə ekrana qoymağı bacaramıram, onun üçün yəni çətindir mənim. Tamam, linkini atın da. Chat GPT-dən götürmüşəm bunu qardaşım. Hardan götürmüsünüz? Chat GPT-dən buna mənbələri axtardım mən. Chat GPT-dən. Yəni Chat GPT saytları istisna edir zaten. Hansı Ama bu hadi əşarda var. Səhifə 170-dən 120 arası, Əl-İqsadda var. Səhifə səhifə 130-250 Bir arası. dəqiqə, bir dəqiqə. Tələsmə, ay qardaş, bir dəqiqə. Əl-Baba Hadə Şəhər, o bu, bir dəqiqə də qardaş. Əl-Baba Hadə Əşər kitabı, Əllamə Hilli Rəhməhullahın kitabıdır. Səhifə neçə? Bəli. Deməli, bölmələr bir çox nəşrdə səhifə 70-120 arası. Səhifə 50 səhifə oturum. Qardaş, konkret də yaz ChatGPT-yə ki, konkret səhifə yaz yaz. Mən belə göstərir də, yəqin səhv mənbə olmaz. Babın səhvdir. Mən Bir açdım səhv. Əqaidül İmamiyyə açdım səhvdir. Əl-Baba Hadə Şəhər yuxarıda otaqdadır. Vallahi gətirəcəm. Ümumiyyətlə Əl-Baba Hadə Şəhər, Əl-Baba Hadə Şəhər kəlam kitabıdır. Kəlamla bağlıdır bu kitab. Nə dəxlisi var nübüvvətin? Qardaşım, Kəlam bəhsi. qardaşım, kafidə də deyir var. Kitab kafidə də var deyir. İmamət, məsumluq, ilahi rəhbərlik. Ərəb Darül Kutub nəşrlərində birinci ciddə olur. Usul kafidə. Səhifə. Əl-Kafidə. Birinci ciddə yazır. Birinci ciddə olur deyir. Bəli. Biharul Ənvarda 23-27 Yaz səhifə. Yaz Üsul-i Kafi səhifə. Üsul-i Kafi səhifə. Bir saniyə. Göstərəcək səhifəni. İmamlara itaətin vacibliyi bölməsində olur. İmamların elmin varisləri olması bölməsi, imamların məsum olması bölməsində. Təxmini sayfələr Darül Kutub Əl-İslamiyyə nəşrində birinci ciddə təxminən Darül Kutub Əl-İslamiyyə nəşri birinci ciddə təxminən səhifə 190-300 arası. Yəni bu barədə olan məsələlərdir hamısı. Qardaş, ayrılan səhifə 190-300 arasında. Mən sizə konkret dediyimiz məsələni belə göstərir. Yəni zaten bunlar deməli var ki bu kitablarda mənbələri göstərir də. Nə hövlə belə? Yoxsa ortaya xüsusi və ümumi məsələsi hardan çıxır? Ay dəyərli insan, sən iddia edirsən ki, Şiyyədə nübüvvət iki hissəyə bölünür. Ümumi xüsusi. Dəlil. Uzatma. Dəlil. Dəlil də saydığım kitablarda var. Heç birində yoxdur. Açdı belə biri Əqaidül İmamiyyə. var.
Mənbə. Onların müxtəlif nəşrləri Qardaş, konkret mənbənin müxtəlif nəşr bu kitabın, bu Əqaidül İmamiyyədir. Səninki oldu manipulyasiya. Qardaş, Mən sənə konkret ayə işlədim, cavab ay qardaş, verəcəksən. mənbəyi uzatma, mənbə. Səhifəyə konkret bu səhifədə Yaxşı. açıram kitabı göstər. Deyək göstərə bilmədim. Deyək ki, göstərə bilmədim. Zaten mən kitabların adını hamısını demişəm. Yalan sənə, deyirsən. zaten demişəm, Kitabın adını deməyə nə var? Bir dənə ateist Zaten qaldıraram. hamısında var, bu kitablar hamısında var. Ay Hamısında qardaş, var bu deyirəm bir kitablar. dəqiqə ateist qaldıraram. Bütün kitabların adlarını çəkər burada. Nə dəxlisi kitablarını çəkəndə nə olur? Qardaş deyirəm qardaş bu kitablarda bu məsələ var. Yalan deyirsən. Səhifələrini də göstərir. Səhifələrini də Yalan göstərir ki, deyirsən. var. Qardaş, yalan deyir. Səhifəni açdım Nəşrlərə yoxdur. görə- Açdım nəşrlərə görə yoxdur. dəyişir. Qardaş, açdım. Nəşrlərə görə dəyişir. Onu götür ispat edin, qoyun ekrana. Ərəbini qoy. Mən oxuyuram. Ərəb dilində oxuyub tərcümə eləyəcəm. Qoyun ekrana. Demirəm qardaşım, mən ekrana qoya bilmirəm sadəcə məsələ burasında. Qardaş, mənim problem ikinci telefondan atın o biri telefona. Linkini atın, uşaqlar var. Modlar Mədət Əli bir dənə keç qarşı tərəfə. Mədət Əli bir dənə keç qarşı tərəfə. Aşağıya mesaj bölməsinə kopyala Mədət Əli var. Mən moderatorum, keçdi ora. Onu götürəcək, linkini atacağam. Onun bir dənə linkini oradan götür Mədət Əli at mənə şəxsən. Baxın qardaşım, mən indi bunu kopya edirəm. Sən sadəcə üçün məsələni uzadırsan, mənim konkret sənə sualım var. Fikir məsələlərdə kimə istinad edirsiniz? Yazıb ki aşağıdan biri. Buna ne cavab Əqaid verirsən? İmamiyyə səhifə 95. A kişi. Cismani məada dairə etiqaddan danışır burada. Diriliş məada dairə etiqaddan danışır. Səhifə 94, 95. Bax 95. Qardaş, mən mənbədən sonra biz Şiə etiqadının Bütün mənbəsini məsələlərdə Şiə qədər sonra nəyə istinad sən bu sualın cavabı, qardaş, Kimə istinad edirsiniz? sən bu sualın cavabını məndən bu halda ala bilərsən ki, konkret mənə nübüvvət məsələsini Şiə etiqadının iki hissədir, ümumi Niyə xüsusi cavab nəbili belə elə. vermirsən? Niyə Qardaş, cavab vermirsən? ay qardaş, mən Niyə sənə cavab dərs vermirsən? keçərəm onunla bağlı. 1-3-5 yanıma sənə dərs keçir. Sənə deyirəm mənə mənbə Ay qardaş, dərs keçsən, ay qardaşım, Məsum imamı ortaya çıxardacağım sizinlə mən. Qardaş, yaxşı deyirsən, bir dənə mənbə denə. Məsum imamı ortaya çıxardacağım. Hədə mənbə denəm, mənbə. Qardaş, korkmayın. Hə, gözləyirəm. Qardaş, mən sizə Məsum imamı ortaya çıxartmaq istəyirəm. Kimə istinad Qardaş, edirsiniz? Məsum, mən İstinad edirsiniz, mən adını Qardaş, deyəcəksiniz. mənbə, hədə yaxşı Bax, mənbə. namazın 17 rükət olduğunu hardan oxumusunuz? Namazın 17 rükət olduğunu hardan oxumusunuz? Ona qədər mənə sübut edəcəksən əqidə olaraq, fiqh olaraq. Eləməlisən qardaş. Hədə yaxşı. Eləməlisən bunu. Şiə əqidəsində, Yaxşı, mən deyirəm, qardaş, Şiə fiqhində Şeyx Sədüqun mənlə Yəhdül Fəqih kitabı, cild 2, səhifə 178, namazın 17 rükət olması, qılınma qaydası hamısı var orada. İmam Əldən nəql olan hədisdir. Aç oxu. ayə ilə sabitlənir. Ayə ilə Aç oxu. sabitlənir. Aç oxu. Yox, ayə ilə sabitlənir, yoxsa yox. Aç oxu. Qardaş, mənbəni sən deyirəm də. Qardaş, sən deyirsən mənbəni göstər. Deyirəm də qardaş, Şeyx Sədüq mənlə Yəhdül Fəqih Qardaş, kitabı, mənbəni cild sən 2, deyirsən səhifə. göstər. Zəhmət olmasa göstər. Nurlan. Qardaş, zəhmət olmasa mənbəni göstər. Özünü qoru, gecən xeyrə qalsın, Allah əmanət ol. Sən bu Qardaş, debatı mənbəni göstər, qaçma. Qaçma, mənbəni göstər. Yaxşı, sən dedin, mən Mənbəni sənin göstər. dediyin, yaxşı, sən Qardaş, dedin. dediyim mənbəni aç mənə göstər, Quran ayəsi ilə sabitlə. Bax, qulaq as. Quran ayəsi ilə sabitlə. Tamam. Qardaşım, Yaşa, mən bir göstər, Quran ayəsilə dəqiqə. Sən dediyin məsələ üçün mən gedirəm sənə öz kitabxanamdan kitab gətirirəm. Sənin dediyin mənbəyə görə. Mənim dediyim mənbəyə də mən gedim kitab gətireyim, Aynurla. Qardaş, mənbə göstərmirsən. Məndən mənbə istədin, mən axtardım, sənə mənbələri göstərdim. İndi sən mənə o mənbəni aç mənə Yaxşı, göstər. mənbə göstər. Mənə mənbə göstər. Ay sabitlə. zaman, mənbə göstərdin Nurlan bizə. Kitabdan adlarını çəkdim, səhifələrinə qədər dedim. Nəşrlərə görə Yalan səhifələrini deyirsən. çəkdim. Nurlan, valla yalan deyir. Özün inanırsan öz dediyi. Deyirəm ki sənə, ay qardaşım, Ay deyirəm Nurlan, sənə. özün inanırsan öz dediyi və. Müntəzir, sual verirəm sənə, lakanik sual özün verirəm. inanırsan. Ay Müntəzir. Müntəzir, sənə lakanik sual verirəm, qardaşım. Dediyin şeyi mənə ayə ilə sabitlə. Şeyx Saduqdan danışmısan, qardaş. Mənlə Yahurul Fəqih kitabından misal gətirsən. Yahdurul Fəqih. Nurlan qardaş, səni Ayə ilə uğurluyuruq. sabitlə. Ayə ilə sabitlə. Nurlan qardaş, səni uğurluyuruq. Ayə. Lan burada ne sen imamda da. Kamalabadi sənin imambadır. Elə siz imamlarınızdan öyrəndiklərinizi gəlib burada danışırsınız da. Kardeş play olanlar. Allah buyur Ben nömrəsini yazdım aşağı. Ben nömrəsini aşağı yazdım. Atın okuyun.
Necə? Deyək ki, mən kitabları 15-16 il bundan qabaq oxumuşam. Amma mənim göstərdiyim məlumat düzgün məlumatdır. Mənim işlətdiyim ChatGPT versiyası pullu versiyasıdır və sahiblərə istinad edir. İşlətdiyim ChatGPT deyirəm, pullu versiyadır, bir də göz istəyirəm. Mənim işlətdiyim ChatGPT pullu versiyadır və saytlara istinad edir. Mənbələrdə saytlardan göstərir. Bu birincisi. İkincisi, qardaşım, mən deyirəm ki, bu kitabları 14-15 il bundan qabaq oxumuşam. Amma verdiyim məlumat düzgün məlumatdır. Məndən mənbə istədi, mən də burada alimlərin adlarını və kitabların adını yazarak məlumatı mənbələri göstərdim. Filan səhifələr aralığında bu mənbələr var, filan nəqillərdə var. Açıq oxumaq tapmaq aralığının məsələsidir. İkincisi, mən ona çoxla qısa bir sual verdim. Göstərdiyiniz, etdiyiniz fikir məsələlərdə kimə istinad edirsiniz və bunu hansı Quran ayətlə təsdiqləyirsiniz, sabitləyirsiniz. Bu cavab vermədən qaçdı getdi. Ulu babam Yazid və Muaviyə mənim ulu babalarımdır. Ulu babaların qarşısına çıxıb ona qarşı çaşanların başının iziyə taxdırıb və deyib ki, çaşmayın. Başını götürüb keçirdib nizəyə. Ona görə babalar qarşısında Kamaldır bax. Yazidullah, Allahın Yazidi deyə mənim babam. Quranda da keçirir Yazidullah. Çaşmayın. Nurlan qardaş, Quranda da keçirir. Baxdı. Bəli, buyurun. Söz deyim söz. Hara fırladırsınızsa yenə də Yezid Muaviyyənin hesabına yayılıb bu İslam dini. Yəni başqa bunun bir cavabı yox. Ay qardaş, babamın dinində babamın Allah sizə nə ələt eləsin, siz kimi tərif edirsiniz burada? Babalarımın öz imamları var, nə istəsən elə. Götür boş kəllələrin içinə elə. Allah səlahət eləsin. Kamal və imamları söyür. Söz deyim çıxım da. Bir dəqiqə. Buyur qardaş, buyur. Nurlan qardaş, mən o müntəzirlə olan debatuza baxırdım. Axıra qədər də baxdım. Mən heç tərəfdən danışmıram da, yəni öz əqidəmə uyğun danışıram. Sən orada verdiyin mənbələrin biri şey olmadı da, düz demədin. Nətər düz demədin? Səhifəni tam demədin. Dedin 50-dən 75-ə qədər. 11 də çıxmadı orada. Yəni onu düz desəydin. Nurlan abi dedi ki, mən 11 ildə oxumuşam, amma ona görə də yadından çıxa bilər. Yadından çıxa bilər, mən də yadından çıxa Dedi qardaşlar. Nə var? Yadından çıxa bilər. Mən düz dedi. Amma o dedi ki, məsələn, desin 51, 55. Müntəzir vərəqləri 3-3 ötürüb baxanda elə olacaq. Sən elə baxıb, başdan ayağa vərəqə baxırdın. Arestant kimdir bu? Vərəqdən bir dənə cümləyə baxırdın. Bunlar kimdir? Bunlar bu nədir? Biz harda yaşayırıq? Bunlar nə ilə qidalanır? Bunlar nə yeyir, nə içir? Bu Kamal nə qeyrətsiz adamdır. İmamı söyür, insanların dəyərlərini söyür. Nə namussuz, şərəfsiz, bir şərəf adamıymış bu. Bunlar nə ilə qidalanır? Bunlar nə danışır? Sən Allah bu nədir? Bu nədir? Bunlar nə yaşayır ki? Axı. Qardaş, bir daha salam. Aleykümselam qardaş. Qardaş, sizin inancınıza, inandıq dəyərlərə hər hansı bu cürə kimi təhqir etdiniz məndən? Xeyr. Sənin nefrində imamları söyürlər. Niyə fikir bildirmirsən? Mənim nefrimdə imamları söylərdi. Qardaş, onun söylediyi imam bəyəm. Həzrət Əli əleyhissalamdır, yoxsa 12 imamdır? İmam nə deməkdir? İmam nə deməkdir? Rəhbər, İmam idarə edir, öndə gedən. Rəhbər. Aysa rəhbər. Sən 12 imamı Quranda rəhbər kimi göstərə bilərsən mənə? Bax, o uşaq qalxmışdı yayımıza. Aha. Kamal qayıtdı, ona dedi ki, sənin imamlarının başına töküm. O uşaq bizim niyə söyür orada? Birdən bərə Kamal dedi. Birincisi o uşaqdır. Birdən bərə sözdü o sözü. Kamal birdən bərə ədalətlisən sən. Sən ədalətlisən. Nurlan o uşaqdır. Birincisi o uşaq. Qardaş, nədir? Sən sual verirəm, deyirəm ki, sənə nefrində imamları Qardaş, ədalətlisən sən. Azərbaycanın 90% işləyir. Və sən nefrindən gəlib məni söyür. Yaxşı, uşaq söyür. Uşağın orada nə işi var? Uşağın özünü söy, qardaş. Uşağın özünü söy. Sən uşağın imamı niyə söyürsən? O uşağın imamı deyil, axı mənim deyil. Amma mənim uşağımdır. Mənim imamımı niyə söylürlər sən yayımında? Niyə susursan, qardaş? Sən imamı söyüb bəyəm orada. Mənim dəyərimdir, bəli. Niyə söydürürsən? Niyə söydürürsən yayımında? Get imamlarıma dinən. İmam nədir? İmamlarıma dinən nədir? Deyirəm, sən yayımında imamları söylürlər. Niyə susursan? Sən 12 nəfərin imam olduğunu mənə Qurandan göstər, mən deyim ki, düz deyirsən. Ay qardaş, bax, deyirəm ki, sənin yayımında imamları söylürlər. Niyə susursan? Qardaş, deyirəm göstər mənə. Bəs yaxşı, mən söylməyimə susum.
Sənin söyülməyə və sən ümumiyyətlə söyməmisən. Nə sənə demirəm sən söymüsən. Yox, mənim söyləyimə susum deyirəm. Mənim söyləyimə susum. Bax, səni söyənlər kim ki? Ümumiyyətlə İslamda söyüş yoxdur. Mən başqa şey deyirəm. Səni söyənlər də sən onda. Niyə söyləyirəm onda? Ay qardaş, səni söyən imam deyil. Amma səni kim söyübsə mən adamı imam? Hansı imam? Bax. Kimdir imamın? İmamın kimdir? Bax, o canlıva qalxan uşaq var. İmamın kimdir qardaş? Qardaş, İmamın bir dəqiqədə mən başqa şey danışıram. Sənə sual verirəm. Sənin imamın kimdir? Sənin imamın kimdir? Söyləmişəm, sənin imamın kimdir? Kimdir Sənin yayımıva qaldırdığın o Kamal var. Ay qardaş, Kamal sənin imamını söyüb. Bax, Nurlan, eşidirsən məni? Kamal sənin imamını söyüb, qardaş. Bəli. Sən yayımında şərait yaradırsan ki. Hansı imamını söyüb? Şiyələrin imamı söyülsün. Sən bunu şərait Şiyələrin imamı deyil Kamal orada. Bəli, Kamal o Şiyələrin imamı deyil mənim Kamal orada. Kamal dedi, get imamlarıma deyən bunu. Demədi şiyələrin imamına. O birbaşa imamların adını çəkib söyüş söyür. 2 saat yayımıza baxıram mən burada. Qardaş, dedi get rəhbərlərimə deyən. Dedi get imamlarıma. Rəhbər yox, imam dedi. Birbaşa dedi imamın başını, boş başının içinə nəmləyiniyim zat. Söyüş söyür, deyə açıq-açıq söyüş söyür. Hansı imam dedi? Ay qardaş, dəxlisi nədir? İmamların deyir, niyə söyürsən, sual verirəm. Qardaş, niyə sən gedib orada deyirsən? Nurlan, niyə icazə verirsən evrində söyür? Bax, tərbiyəsiz adamdır, söyüş söyən adamdır. Mən səni yayımıma bir dəqiqə qaldırıb söydürə bilmərəm. Sən ədalətlisən. Ədalətlisənsə niyə deyirsən ki, gedin Nurlan yayımı spam atın? Niyə deyirsən bunu? Mən sənə spam atın mən dedim ki, Kamal söyüş söydü, yayımı açdım. Burada yazdılar, Nurlan yayımında sənin arxanca danışırlar. Açdım yayımı, açın kimi Kamal danışılmadı. Sənin arxanca danışılmadı. Sən arxanca sən qayıdıb deyirsən ki, ay yayımında mən yoxam, nəyə qayıdıb deyirsən ki, Müntəzir qaçdı. Səndən qaçmadı, bir cahilliyindən qaçdın sən. Sən cahilliyindən qaçdın. Qandığınız bir şey yoxdur, qoymusunuz üstünə falan. Sən mənə dedin ki, mən göstər bütün kitablarımı yandıram. Dedin bu sözü? Qaqaş, deyirəm, qandığınız bir şey yoxdur. Sənə WhatsAppda atmışam mən. Sənə məni WhatsAppda atmışam. Get oxu. Ay qaqaş, qulaq as mənə. Sənə WhatsAppda mən atmışam, get oxu. Mən sənə debat üçün qoşulmam. Qardaş, sən sual mən göstərsən kitablarımı yandırıram. Dedim bu sözü. Ay qaqaş, deyirəm, Nurlan, eşit, ay qulaq as mənə. Deyirəm kişi, səni bir dəqiqə yayımımda 600 nəfər var. Qaldırdığım istənilən adam səni söyər. Niyə qaldırmıram? Dedim ki, mənə mənbəni göstər, bütün kitablarımı yandıram. Sənə WhatsAppda mənbəni ayıb deyil, deyirəm, ay kişi, mən səndən danışıram. Bu nə danışır? Dedin kitablarımı yandır. Get kitablarımı indi yandır. Ay qaqaş, deyirəm, kitablarımı yandır qardaş. Get kitablarımı yandır. Ay bir dəqiqə deyən da, deyirəm, Efrim adam qaldırıb, niyə söydürürsən? Sual verirəm. Sən adamdan niyə söyür? Mən sən adam söydürmüşəm, Efrimə qaldırıb. Gəlim 200 nəfər mən orada söyür, xəbərin var sənin. İndən sonra başqa gələcəklərdən mən mükəlləf deyiləm. Ged işimizlə məşğul ol. Gedin paylaş. Debatdan qorxasan adamsan, nə eləyəcəksən? Nə eləyəcəksən? Suala cavab verməyib qaçan adamsan, nə eləyəcəksən? Mən nə danışıram, bu nə danışır? Sual İndən sonra səni hardasa söyərlər, səni hardasa nəsə eləyərlər, mənə adiyyət yox, mənə demək. Mənim yayımda sənin adından mən kimi söyləsən, birisi sən söyləyəcəksən. Mən söyəsən, problem deyil, söy. Demirsən, söy. Mən sənə heç vaxt söymərəm. Olacaqlar demirsən, mənim yayımda sənin yayımında imamı söyləyirlər, mən yayımında da sizi söyləyirlər. Birbaşa sən söyləyəcəksən. Eşitdin bunu. Sən olacaqlar gözünün qabağını gətirir. Amma sən o adamsan ki, sən suala cavab vermib qaçan adamsan. Nurlan, eşitirsən. Sən suala cavab vermib qaçan adamsan. Sən debat bilirsən nədir? Dünən qoşulsan. Mən debat yaxşı biləm. Sən suala cavab vermib qaçan adamsan. Sən sola cavab vermib qaçan adamsan. Göstər mənə imamımı. Göstər imamımı mənə. Dil olmalı, göstər imamımı. Dil olmalı, göstər. Sənə göstərəcəm, qulaq as. Sənə göstər. İmamımı göstər mənə. Dil olmalı, göstər imamımı. Deyirəm, Efribə adam qaldırıb niyə söydürürsən imamları? Ay qardaşım, söyməsinlər, söyləməsinlər. İmamları söylər. Yəni imam mənəm. Bax söyməni niyə söylürlər? Doğru bilirsən. Mən imamam. Rəsulullah mən niyə söylürlər? İmamsan, onda Kamal sənə başının içinə tökürdü. Qardaş, mən Rəsulullah, mən niyə söylürlər? Bir onda Kamal sənə başının içinə tökürdü. Sizin imamınıza söyledi, mənə yox. Bizim imamımıza söyən anası, bacısı qeyrətsiz, bir qeyrət. Ən belə şərəfsiz. Kamalı qoşunu deyə bilərsən bunun içinə? Çox qoş deyirəm, nə demirəm ki? Bizim imamımıza söyür demirsən, bizim imamımıza söyənin qeyrətin namusu. Sübut elə imamımı. İmamı sübut elə, göstər mənə imamımı. Bax, bizim imamımıza söyənin, bizim imamımıza söyənin qeyrətin namusu bizim ayaqlarımızın altındadır. İmamı Quranla sübut eləməsən, adam olsan, göstər imamı Quranla. Bizim imamımıza söyənin qeyrəti yoxdur. Ayə ilə sabitləməsən, sənin imamın yoxdur. Ayə ilə sabitləməsən, sənin imamın yoxdur. Demirsən, sənin imamını söyür. Quran ayəsi ilə sabitləməsən, sənin imamın yoxdur. Kim imamları kim söyürdüsə, mən şəxsən, mən Müntəzir, onun atasıyam. Mən atasıyam onu. Mən atasıyam. Ayə ilə, Quran ayəsi ilə sabitləməsən, sənin imamın yoxdur. Hədə qulaq as, deyirəm ki, eşitirsən. Mən ayə deyirsən demirsən. İmamımı söyənin atasıyam.
Lap yaxşı, lap yaxşı. Yaxşı. İmamı göstər imamı, görə sən imamın kimini söyməyəm. Məscidlə imamı göstər. Mənim imamımı söyənin atasıyam.